Sual nömrə 14. Bakı şəhərində saat 14:10 olarsa, xəritə sxemdə yerli vaxtı 20:50 və 12:50 olan məntəqələri müvafiq olaraq müəyyən edin. Bakı şəhərinin coğrafi koordinatları bildiyimiz kimi 40 dərəcə şimal əlli, 50 dərəcə şərq uzunluğudur. Burada bizə enlik lazım olmadığı üçün qeyd eləmirəm. 50 dərəcə şərq uzunluğu. Bakı şəhərində saat 14:10'dur. Müvafiq olaraq 20:50 Bakıdan irəlidədir. Saatına görə irəlidədirsə, deməli bu məntəqə şərqdədir. Bakıdan daha şərqdədir. Burada hər hansısa bir məntəqədə 20:50 olacaq saat. 20:50. 12:50 isə Bakıdan geridədir yerli vaxtına görə. Deməli, bu da Bakıdan qərbdə yerləşəcək. İndi gəlin tapaq. Deməli, Bakı ilə yerli vaxtı saat 20:50 olan məntəqə arasında dərəcə fərqini hesablayaq. Dərəcə fərqini hesablamaq üçün buradakı yerli vaxt fərqini müəyyən etməliyik. Yerli vaxt fərqinə baxdıqda görürük ki, burada 12:50'dir. Bunu da qeyd edək. 12:50. 14:10 ilə 20:50 arasında 400 dəqiqə yerli vaxt fərqi olacaq. 400 dəqiqə. Deməli, 1 dərəcəmiz 4 dəqiqədirsə, 400 dəqiqəmiz böl 4 100 dərəcə fərq verəcək. Bakıdan 100 dərəcə şərqə 150 dərəcə şərq uzunluğu deməkdir. 150 dərəcə şərq uzunluğu üzərində yerləşən məntəqə burada A məntəqəsidir. Bura isə 14:10, 12:50. İki məntəqə arasında yerli vaxt fərqinə baxsaq, görərik ki, bu məntəqələr arasında yerli vaxt fərqi 80 dəqiqədir. 1 dərəcəmiz 4 dəqiqədirsə, 80 dəqiqəmiz də 20 dərəcə eləyəcək. Bakıdan 20 dərəcə qərbə doğru geçsək, 30 dərəcə şərq uzunluğuna gəlmiş olacaq. 30 dərəcə şərq uzunluğunda yerləşən nöqtə burada F nöqtəsidir. Deməli, 20:50'də yerləşən nöqtə A, 12:50 olan nöqtə isə F nöqtəsidir. Doğru variant D bəndi. A və F.